Sabahınız xeyirli olsun. Ölkəmizə və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirli bilinən Ermənistan vətəndaşı Ruben Vardanyan bugün də məhkəmə qarşısındadır. Bir neçə dəqiqədən sonra onun barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesinin növbəti baxış iclası Bakı məhkəmə kompleksində davam etdiriləcək. Qeyd edək ki, Ruben Vardanyanın barəsində olan cinayət işi artıq bir ilə yaxındır ki, Bakı məhkəmə kompleksində araşdırılır. Məhkəmə istintaqında cinayət işi üzrə toplanmış çoxsaylı sənədlər, subutlar, materiallar tədqiq olunur, araşdırılır. Bugünkü iclasda da zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varislərinin ifadə verəcəyi, eyni zamanda cinayət işi üzrə toplanmış sənədlərin tədqiq olunması ilə davam etdiriləcək. Qeyd edək ki, məhkəmə iclasında cinayət işi üzrə toplanmış sənədlər, video materiallar, fotomateriallar, hadisə yerinin baxış protokolları və digər materiallar, məhkəmə tibbi ekspertiza rəyləri və digər materiallar tədqiq olunur. Eyni zamanda zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varisləri ifadə verirlər. Qeyd edək ki, bu cinayət işi üzrə olduqca çoxsaylı zərərçəkmişlər keçir. Qeyd edək ki, Ruben Vardanyanın hüquqlarını özünün istəyinə uyğun olaraq ona dövlət hesabına təyin olunmuş vəkil müdafiə edir. O, öz vəkilindən, özünün seçdiyi vəkilindən bir neçə məhkəmə iclası əvvəl imtina etmişdi. Bundan sonra isə özünün istəyinə uyğun olaraq ona dövlət hesabına yeni vəkil təyin olunub. Eyni zamanda Ruben Vardanyan məhkəmədə ifadə verməsə də çoxsaylı vəsadətlər təqdim edir. Bunun üçün də özünün istəyinə uyğun olaraq ona rus dilində 2 tərcüməçi ayrılıb. Məhkəmə prosesi açıq keçirilir və məhkəmə prosesində məhkəmə istintaqı zamanı Ermənistan dövlətinin Azərbaycana qarşı apardığı bu təcavüzkar müharibə və işğalçılıq siyasəti nəticəsində ölkəmizə qarşı törədilmiş çoxsaylı cinayət hadisələri bir daha təsdiqini tapır və qeyd olunur ki, bu cinayət hadisələrini törətməkdən ötürü 80-ci illərin sonunda Ermənistan dövlətinin birbaşa iştirakı ilə onun vəzifəli şəxslərinin, silahlı qüvvələrinin dəstəyi ilə bu təcavüzkar müharibəni aparmaqdan ötürü cinayətkar birlik yaradılıb və Ruben Vardanyan da 44 günlük vətən müharibəsindən sonra həmin cinayətkar birliyə qoşulub və məhkəmə prosesində də onun cinayətkar birliyə qoşulduqdan sonra ölkəmizə və xalqımıza qarşı törədilmiş çoxsaylı cinayət hadisələri məhkəmə istintaqında araşdırılır. Məhkəmə prosesi açıq keçirilir, media nümayəndələri də iştirak edirlər. Biz xəbərlərin növbəti buraxılışında bugünkü iclasla bağlı daha geniş məlumatları tamaşaçıların diqqətinə çatdırmağa çalışacağıq. Hələlik isə bu saata Bakı məhkəmə kompleksindən çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə studiya ötürürük.